Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayrun nasir ve mu'in. Ve sallallahu ala Muhammedin ve Muhammed ve ecelle faracahum. Sorulur ki, Şaban ayı nə deməkdir? Şaban ayı Hicri qəməri təqviminin 8-ci ayıdır. Şaban yaxud şöbə sözü ərəb dilində bölüşmək, bölmə, bölünmək mənası ifadə edir. Həzrət Əli əleyhissalam buyurur ki, İnnəmə summiyə Şəbanu. Şaban ayı ona göre Şaban adlandırılıbdır ki, li'ənnehu yetəşə'əbu fihi ərzaqul mu'minin. Çünki bu ayda müminlərin ruzu şövrələnir. Yəni bu ayda insan oruç tutmalığı ilə, ibadəti ilə Allah tərəfindən ruziləri bölünür, insanlara çatdırılır. Ona görə Şaban həmin kəmidəndir ki, yəni ibadət və itaətlərin kənarında insanlara ruzi əta olunur. Şaban ona göre Şaban adlandırıldı ki, bu ayda insanların ibadət itaətinin müqabilində Allah oruç tutmalığın müqabilində insanların ruzilərin bölüb insanlara çatdırır. Həzrət Peyğəmbərimiz buyurur ki, Şəbanı şəhri və Ramazanı şəhrullah. Buyurur ki, Şaban ayı mənim ayımdır, Ramazan ayı isə Allahın ayıdır. Fəmən savə fi şəhri və hər kim mənim bu ayımda, Şaban ayında oruç tutarsa, kuntu ləhu şəfiən yevməl qiyamə. Mən qiyamət günündə ona şəfaətçi olaram. Allah'tan istəyirəm ki, onun günahlarını bağışlayasam. Başqa bir yerdə Aleyhisselam buyurur ki, Savmu Şabanu, Şaban ayının orucunu tutmalıq, yəzhəbul vəsvəsis sudur və bəlabiləl qalb. Bu ayın, Şaban ayının orucunu tutmalıq, qəlbin vəsvəsəliyini və canın pərişanlığını, yarancılığını aradan aparar. Şaban ayı bir aydır ki, Allah bu ayda ibadət və itaat etməliklə müminlərin ruzilərini onlara çatdırır və həmçinin də Peyğəmbərimizin buyurduğuna əsasən bu ayda oruç tutmalıq, onun şəfaətinə, Peyğəmbərin şəfaətinə şamil olmağı insana nəsib eləyir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.